Xoş gördük dostlar. Deməli, keçən dərsimizdə biz artıq sizlə deməli detail səhifəsini tam qurduq və bizdə qalıb bir dənə əsas səhifədə deməli tankın animasiyasını qurmaq. Və açılsın bizim proqram. Test eləyək bunu. Bəli dostlar, bu animasiya işləyir artıq. Və gəlin dostlar, bizim deməli açaq əsas səhifəni. Tak, yox. Sistem ümumi səhifəni açmalıyız biz. Tak, open sistem ümumi. Və bəli, burada deməli bizdə qaldı dostlar. Deməli bu poligonun skriptini yazmaq. Poligon 1 gedir bizdə. Və burada biz nə edirik dostlar? Deməli bunun olmalıdır property'si filling fill pattern burada yoxdur. Baxın, bəlkə buradadır. Film bizdə var, bir dəqiqə. Fill pattern buradadır dostlar. Deməli, seçirik VBS Action və burada biz yazırıq. Tak. Yəni, deməli, belə eləyək dostlar. Fill color. Deməli, bərabərdir. Bu funksiyaydı bizdə, səhv etməmsə. Ataq bura. Və sonra dostlar bizə lazım olacaq. Tak, bizə lazım olacaq. Gəlin elə yaxşı buradan istifadə edəyək. Tak. Deməli, green color. Blue color və red color. Apply. Gəlin bunu save eləyək dostlar. Deməli, ok düyməsini basaq. Və bizə lazım olacaq bir dənə də background. VBS Action və burada əlavə edəcəyik sizdən. Deməli, bəli, bunu əlavə edəcəyik. Red color. Ondan sonra deməli, green color. Və blue color. Və bu funksiya bizi çaşdırmasın deyə gəlin belə bir şey eləyək. Red C qoyaq. Deməli, burada da red C qalsın. Ondan sonra green C və blue C və blue C qoyaq.
Və bizim deməli shadow biraz artırmaq üçün uşaqlar gəlin deməli bir dənə variable əlavə edirik. Adını qoyaq shadow olsun və shd bərabər olsun 0.5'ə və bir ədəd də kompozit edək. Dim sh comp sh comp bərabərdir rqb və burada bizə nə lazım olacaq? Deməli let's see copy deməli read bu olsun bizim shd virgül bunu kopya edək. Belə green sea ataq bura və yenidən bunu kopya edək və nöqtə yadımızdan çıxdı və burada bluesini götürək. Bluesy with olsun. Oku basaq. Yox, bir məsələ yadımızdan çıxdı dostlar. Bir dənə də qaydaq bura. AWS action. Deməli bizdə indi bu funksiyanın geri qaytarışı yadımızdan çıxıb kopya edək bunu. Bu da bizdə bərabər olacaq. Deməli sh comp ok düyməsini basaq. Və burada da bir dəqiqə bu belə işləməyəcək əslində. Gəlin tak burada da timer qoşaq. Trigger daha doğrusu tag add blue color ok. Ondan sonra green ok və ondan sonra da red. Deməli dostlar, gəlin save edək. Məsələn, gəl bizim əsasa gəldi, əsasda save edək, gəlin start verək və bizə lazım olacaq tag simulator və bizə lazım olacaq deməli tag bizə lazımdır dostlar deməli tag 1 səhv etməmsə bizdə tank səviyyə idi o dostlar. Əlavə elədik bunu. Bir dəqiqə burada aktiv eləyək bunu. Bunu da qoyaq 95. Bunu da qoyaq 5. Və yoxlayaq, baxaq bizdə nə baş verəcək. Yox, bizə random lazımdır olmasın. Random active bunu koyaq 80
5. List of random start simulation. Bəli dostlar, artıq dəyişir. İndi isə bir dəqiqə biz keçək deməli detallar səhifəsində biraz dəyişikliyə baxaq. Bizim bura təsiri var onun. Yox, nədənsə rəng dəyişmədi dostlar. Yoxdur, növbəti dərsdə bizim bu funksiyaya baxarıq biz orada hansı səhv eləmişik. Amma bugünkü dərsimiz bu qədər. Çox güman ki, hansısa funksiyada yenə adını səhv qoymuşuq, ola bilər. Deməli dostlar, axır problemi tapdım. Düz yalandan skripti dəyişdim, təzədən yazdım, amma məsələ tam başqa yerdəymiş. Bir dənə də qoy yoxlayaq. Görürəm ki, bunu azaldım. Sistemini tamam, rəngi tam olaraq dəyişir. Buranı da dəyişir, belə eləyək. Göy rəngdən də olmalıdır güya. Yaşıl oldu, amma yenə dəyişir dostlar. Deməli, məsələ nədə idi? Buranı yandırım. Deməli, bu sistemi yaradanda dostlar, burada bu effektlərdə bunlar ikisi də yesdə qalmışdı. Ona görə də rəngimiz dəyişmirdi. Dostlar, bugünkü dərs bu qədər. Çox sağ olun, təşəkkür edirəm hamınıza. Dərsi bəyəndinizsə like qoyun və kanala abunə olmağı yaddan çıxartmayın.